Salam, mən Kazım Nervin. Ceskon SEO sales qrupunda təhsil alıram. Bu gün sizlərə Figma'da yaratdığım layihəni göstərmək istəyirəm. Figma'da Ceskon saytını yaratmışam. Bu Ceskonun desktop versiyasıdır. Ana səhifədə Ceskon saytı ilə birebir eynisini yazmışam. Haqqımızda da Ceskonun müəllimləri var. Kursların kartları var. Burada kampanyalar, bizimlə əlaqə saxlayan bölməsi və s. digər səhifələr var. Haqqımızda səhifəsində isə bütün fondlar şəkildə Ceskonun saytı ilə birəbirdir. Aşağıda Ceskonun müəllimləri var. Gələk Futura. Futuru bir komponent kimi bütün səhifələrdə istifadə etmişəm. Burada ünvanlar, telefon nömrəsi, WhatsApp nömrəsi, e-mail var. Məsəl üçün, Get Akademik Gənclik videonu klikləyəndə Google Maps-də açılır. İndi kurslarımız bölməsində tədris proqramları var, kartlardır hamısı. Sonra kampanyaları keçək. Kampanyalarda belə bir kateqoriya var və hamısını filtrləyə bilirsiniz. Bütün xəbərlər, tədbirlər, kampanyalar, blog kimi. Sonra faydalıya klikləyəndə belə menyu açılır. Blog, xəbərlər, qalereya, layihələr, texnoloji lüğət. Layihələri klikləyəndə tələbələrimizin layihələri çıxır. Sonra təzədən texnoloji lüğətə girsək, burada bütün terminlərin tərcüməsi var. Məsəl üçün, Adwire, kiber təhlükəsizlik, Access Point, kompüter şəbəkələri və s. Əlaqəyə klikləyəndə bizimlə əlaqə saxlayan səhifəsinə keçir. Bizdən yazılı formu doldurun. Sağda isə telefon nömrəsi, WhatsApp nömrəsi, e-mail və filiallar var. Bu yolla mənə dəstək olduğu üçün müəllimim İsa Sadiqov və Ceskona təşəkkürlərimi bildirirəm.